proqramlar olsun, digər cihazlarda falan yenilənmələr gələndə mütləq onları etmək lazımdır. Çünki o baqlar yarandısa, həmin o dələduzlar o baqları müəyyənləşdirir və sizə kiberhücum planlayırlar. Ona görə də çalışın yenilənmələri də eləyin. Bank əməliyyatları icra edirsiniz, alış-veriş edirsiniz, avtomatik oradan məlumatlar götürülə bilər. Yəni telefonunuza müdaxilə edilə bilər ictimai Wi-Fi-lərdə. Təhlükəsizlik bildirişi funksiyası var WhatsApp-ın. Bilmirəm istifadə edirsiniz yoxsa yox. Həmin funksiyanı da aktiv eləsəniz təhlükəsizlik baxımından daha yaxşı olar. Nəyə görə? Çünki misal üçün dostunuzdur, yaxınınızdır, tanışınızdır, WhatsApp-ı silir və tezdən qeydiyyatdan keçir. Belə olan halda həmin funksiya sizə mesaj göndərir ki, qarşı tərəfin WhatsApp hesabında müəyyən bir proses baş verdi. Təhlükəsizlik kodunuz dəyişdi.